OTK sınavına salınmış bu sualın izahı ilə davam eləyirəm. Videonu dostlarınızla paylaşıb, videonu bəyənib, kanala abunə olmağı unutmayın. Burada A üstəgəl B-nin mötərizə kvadratı bizdən istəyirlər. Gəlin əvvəlcə bunu açaq, açılışını yazaq. A kvadrat üstəgəl 2AB üstəgəl B-nin kvadratı. Bax, bu formada olacaq bizim düsturumuzun açılışı. Və burada A kvadrat üstəgəl B kvadratının yerinə 43 qoyacağıq. 43 üstəgəl 2AB. Görürük ki, əlimizdə A vur B hasili yoxdur. Ona görə də nə edəcəyik? Bizə verilən bu ifadənin hər tərəfini kvadrata yüksəldəcəyik. Yazaq. A çıxılsın B bərabərdir 5. Hər tərəfin kvadrata yüksəldəndə olacaq 5-in kvadratı 25. Bunu müxtəsər vurma düsturunun tətbiqi ilə açaq. A kvadrat çıx 2AB üstəgəl B kvadrat bərabər 25. A kvadrat üstəgəl B kvadratın yerinə 43 qoyuram. 43 çıxılsın 2AB bərabər 25. 2AB bərabər 43-dən 25 çıxıram. Qalır burada 18. 18-i də 2-yə bölürəm. AB hasili olacaq 9. AB hasili 9. Gəlin aparaq yerinə qoyaq. Bərabərdir 43 üstəgəl 2 vurulsun 9. Baxın, burada AB-nin yerinə 9 qoydum. 43 üstəgəl 18. Düzgün cavab 61. Yəni Y variantı olar.